Yasamal rayonu Nizami küçəsi ilə Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə qazın verilişində fasilə yaranacaq. Mətbuat az xəbər verir ki, bu barədə Azəriqaz EB məlumat yayıb. Bildirilib ki, təmir bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, Rarza, N Rəfibəyli, Tə Xəlil, M İbrahimov, M Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əskərova, C. Məmmədquluzadə, S. Rüstəm, R. Behbudov, Şah Əzizbəyov, S. Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Həmçinin qaz ixrac idarəsinə məxsus Qəbələ QPS qaz kəməri qolunun 14-cü km hissəsinin yenidən qurulması və yeni çəkilmiş kəmərin qaz nəqli sisteminə qoşulması səbəbindən oktyabrın 14-də saat 8:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq.